İzləyənləri, həm də dinləyənləri salamlayıram. Laçın şəhərinin mərkəzi küçəsindən istəyirəm bir xatirəmi sizinlə bölüşəm. Deməli, bura hərbi komissarlığıdır. O vaxtı deməli bizdə bu 2-ci Dünya müharibəsinin son, yəni qutarandan da bir 30 il sonraya qədər insanlarımız hərbiyə adamları yola salanda belə ağlaşma ilə, çox göz yaşları ilə yola salırdılar. Amma 70-ci illərdən sonra biz orada yəni xoş əhval-ruhiyyə ilə, musiqi ilə yəni belə yola salırdıq. Deməli 70-ci illərdən çox əvvəldə qadınlar, ağlaşma, belə şey hamı toplaşıb durmuşdu burada. Əskərə gedənlər də bura hərbi komissarlığın qarşısıdır. Burada da çağrıçılar durmuşdu, avtobus da vardı. O vaxt Alabaş deyilən avtobus vardı. Sürücüsü də erməni idi, adı Armayis idi, Həsrət adlı erməninin oğlu idi. O Laçında doğulmamışdı, qonşu erməni kəndindəndir, Qala Şuşa rayonunun kəndindəndir onların nəsli. Amma bura gəlib burada yaşayırdılar, ev tikmişlər özlərinə. Yəni oğlu da şofer idi, Armayis. Deməli Armayis maşını xodlayanda elə oldu ki, cəmaət də durmuşdu baxdı burada. Orada da qadınlar, uşaqlar xeyli avtobus buradan yelləndi. Gəldi bax o cəmaətin üstünə tərəf belə döndərdi ki, səki dönsün araya. Araya dönmədi maşın. Hamı qaçdı, bir dənə yaşlı qadın var idi. Mapari xala, Allah rəhmət eləsin. Bizim dostumuz Saday Məhərrəmovun, o Maparoğlu Saday deyirdi, Zil Saday deyirdi. Çox baməzə bir adamıdır, bizim yaxın dostumuzdur. Sadayın anasını maşın bastı altına, maşın o arvadın üstündən keçdi, gözümün qabağında. Biz burada durmuşduq. Adama da əzinliyi zadı vardı, belə əzildi, qolu sıyrıldı, elədi. Elə bir pis vəziyyətdən amma xilas oldu da ölmədi, rəhmətlik. O Saday o ermənini qoymadı olsun. Şikayət eləmədilər, özləri də o tanınan adamdır Saday. Getdi polis rəisindən, prokuraturadan, neçə adam getdi, xahiş elədi ki, bu olub da biz bir yaxındırlar da, amma onun Azərbaycanlı dostları vardı. Biz ona hamımız heç vaxt inanmazdıq. Ta o vaxta qədər ki, 88-ci ildə ermənilər Azərbaycan əleyhinə hərəkata başlayanda eşitdik ki, həmin Armayis da deməli Kurunk təşkilatının deməli içində olan adamlardan biridir. Yəni burada Laçında çox adam onu təəccüblə qarşıladı. Ona belə nifrət yarandı ki, Laçınlılar o vaxt onu qoymadılar tutula. Ondan başqa da burada işləyirdi, Bakı avtobusunu sürürdü, Laçın Bakı avtobusunu sürürdü, Atabazada işləyirdi. Yəni adamların bizim ağlımıza gəlməzdi. Yəni bunların xəyanəti bax belə idi. Elə bu məlumatı istədim sizinlə paylaşam ki, biləsiniz.